Bir daha xoş gördük. İstəyirsiniz qapını bağlasaz. Demək, bizim tayimi özünüzə yad hiss eləməyin. Burada özü rahat hiss eləyin. Yəni, indi həftədə bir dəfə vaxt eləyə bilmişik. Hələ ki, şənbə günləri biz bəzi şeyləri bölüşəcəyik və siz bunları həm ilk növbədə valideyn kimi, sonra da müəllim kimi digərləri ilə bölüşə bilirsinizsə bölüşməyiniz lazımdır. Çünki bizim başa düşmədiyimiz bəzi şeylər bəzən hamının eyni gəmidə olduğu məsələsini anlaya bilmirik. Hər kəs öz övladını qurtarmaq dərdindədir və biz hamılıqla başa düşsək ki, biz hamımız eyni gəmidəyik, eyni problemlər hamımızı əhatə edə bilir və mən övladımı qurtardım, amma digər uşaqlarla bu necə olacaq? Cəmiyyət üçün bunları düşünməyimiz lazımdır və bugün biz bir növ söhbət eləyəcəyik, daha çox emosional zəkanın üzərində baxacaq. Valideyn kimi biz emosional zəkalığımız nə qədər yerindədir. Məsələn, valideyn olmaq üçün şey gərəkmir. Məsələn, hər kəs özünə sual verə bilər də, biz necə valideyn olmuşuq? Yəni, ailə quranda, evlənəndə şuurlu şəkildə mi ailə qurmuşuq? Yoxsa bu hal kör-körənə mi baş verib? Adətən biz valideyn olmağı uşaqların üzərində səhvlər eləyə-eləyə öyrənirik və nəticədə biz ikinci, üçüncü uşaqda hardasa belə deyək də doğru davranmağı təcrübə ilə öyrənmiş oluruq və böyük övladımız bir növ travmalı böyüyür. Bu hər şey onun başında belə deyək də çatlayır. Amma biz normada valideyn olmaq elə bir vəziyyətdir ki, elə bir məsələdir ki, bunun arealı çox genişdir. Çünki özümüzdən sonra gələn nəsillərə də təsir edə bilir. Belə, ümumiyyətlə, baxacaq bugün emosional zəka nədir? Termin olaraq bunu başa düşməyə bilərik ilk ancaq, amma ilk öncə buna baxaq. Demək, zəka demək, ağıl demək, zehin demək, düşünmək demək, buna biz zəka deyirik. Emosional zəka isə, emosiyalar isə bizim hisslərimiz. Yəni, deyək ki, qorxu, sevinç, təşviş, tədirgin, məyusluq hissi, bunlar bizim hisslərimizdir. İşte bu iki sözü yanaşı gətirəndə olur emosional zəka. Yəni, emosiyalarımızı nə qədər doğru şəkildə tanıyırıq, bilirik və idarə edirik. Həm öz emosiyalarımızı, həm də qarşımızdakı insanın emosiyalarını. Məsələn, valideyn olaraq biz bir çox şey, məsələn, biz necə valideyn olmağı öyrənmişik və yaxud dedik, təcrübə ilə öyrənmişik. Amma, məsələn, biz anamızdan, atamızdan bir növ götürmüşük ki, necə ana-ata olmaq lazımdır. Biz necə görmüşüksə, eyni gördüyümüz şeyləri də bir növ, bunun məktəbini keçmədiyimizə görə, məsələn, bizdə şey yoxdur da, məsələn, Türklərdə anne-baba okulu deyə bir şey var. Məsələn, oğlanla qız ailə qurmamışdan öncə demək, bir kursdan keçirlər və analıq, atalıq, bizim hansı məsuliyyətlərimiz olacaq, qarşıda bizi nə gözləyir, nə bilim, yuxusuz gecələr, məsuliyyət, uşaqlarla davranış və s. Bununla bağlı məlumatlı olmadan biz sadəcə ətrafdan gördüklərimizdən və evdə yaşadıqlarımızdan yol alaraq valideyn oluruq. Yəni, valideyn olmaq uşaqların həm təfəkkür, həm emosiyalar, həm zehni olaraq məsuliyyətlikdir. Amma biz bu məsuliyyətliyin məktəbini keçmədən, ki, bizdə bu məktəb bir növ yoxdur. Biz ənənələr üzərindən hərəkət edirik və bizim yaratdığımız ailə də, valideynlik institutu da bir növ ənənələrdən qaynaqlanır. Səhv edə bilərikmi? İndi baxacaq ki, məsələn, bir çox hallarda biz nəyə doğru edirik? Hər şeyi səhv edirik, aşağı yuxarı. Tamam. İndi harada səhvlər edirik və biz bunları necə düzəldə bilərik? Valideyn məktəbə kömək etməlidir.
Bəzən valideyn deyir ki, məktəbin işidir bu eləsin, amma məktəbdən öncə bizim valideynlik öhdəliklərimiz var. Biz onu yerinə yetirməyimiz lazımdır ki, məktəbdə dəstək verə bilsin. Məsələn, valideyn övladı ilə harada səhv eləyir? İşdəki stresi evə gətirmək. Tamam. İşdə əsəbləşirik, gərginlik, tədirginlik, tamam. Evə girər-girməz, telefonda azalamağa başlayırıq hələ, tamam. Evə girər-girməz, başlayırıq uşaqların, məsələn, uşaq enerjili, bizi gözləyir ki, bizlə oynasın, neynəsin, ararsın. Biz başlayırıq uşağı acılamağa. Ümumiyyətlə, emosional zəkanın bir neçə komponenti var. Biz yavaş-yavaş hər həftə bunun bir hissəsinə baxacaq. Bugün baxacaq daha çox özünü dərk və özünü idarə etmə. Bax, indi biz işdə stresli şəkildə əsəbləşirik və evə gəlirik. Özümüzü başa düşmədiyimizə görə, öz hisslərimizi ayırt edə bilmədiyimizə görə, özümüzü doğru idarə edə bilmədiyimizə görə işdəki stresin günahkar bədəli kimə ödənilir? Uşaqlara, övladımıza. İndi sual çıxır da, niyə? Yəni, işdə filankəs səni əsəbləşdiribsə, işdə sən hansısa bir məsələdə kimlənsə anlaşmazlıq yaşamısansa, niyə onun günahını, bədəlini uşaq çəkməlidir? İşte özünü dərk, əgər biz özümüzü əsəbi olduğumuzu dərk eləmirik, özümüzə kənardan baxmırıq. Ümumiyyətlə, insanın ən böyük problemi özü ilə bağlıdır. Yəni, insan bütün dünyaya hökm eləyir, əlində imkan olsa hər kəsə hökm eləyər, bir dənə kimi eləyə bilmir, özünü eləyə bilmir. Bizim problemimiz özümüzləndir. Bu bir gündə düzələcək bir şey də deyil. Zamanla, ola bilsin ki, bir ömür boyu bu davam eləyə bilir. İnsan ömür boyu öz üzərində işləyir. Kimisi sürətlə irəliləyir, kimisi yavaş irəliləyir, kimisi heç irəliləmir. Çatır 60-65 yaşına hələ özünə kənardan baxmır ki, mən nəyi düz eləyirəm, nəyi səhv eləyirəm, bəlkə mənim hansısa hərəkətim doğru deyil. Heç kəs səhvsiz yanaşmanı gözləməyək. Məsələn, qınamayaq da filan kəs niyə bu səhvi elədi? Qaynanan bu səhvi niyə elədi? Tamam mı? Və yaxud da deyək ki, filan qohumum bu səhvi. Səhvlər olacaq. Amma yetər ki, özümüzü başa düşək, özümüzü anlayaq, dərk eləyək və o səhvlər üzərində işləyə bilək. Və özümüzü başa düşmədiyimizə görə, özümüzdən məsələn, bir insan çıxardıb kənardan özümüzə baxmasaq ki, mən nəyi düz eləyirəm, nəyi səhv eləyirəm, nə yerindədir, nə yerində deyil, emosiyalarımızı, hisslərimizi, hansı vəziyyətdə necə davranacağımızı təhlil eləmiriksə, o zaman sıxıntı yaranır. Məsələn, deyək ki, mən uzun müddət yeməyə qarşı biraz həssaslığım var, yəni dadlı yeməyə qarşı və uzun müddət evdə, məsələn, işdən evə gedirdim, yemək yoxdur və yaxud da bişir və yaxud da hazır deyil. Əsəbləşirdim, qışqır, bağır, başladım o, belə deyil, əsəbi ev əhlinin üzərinə tökməyə, uşaq, böyük və s. Yiyəndən sonra fikirləşsən ki, artıq yerirsən, oturursan divanda, fikirləşsən ki, dəydi mi? Yəni, nə idi də bu? Niyə? Yəni, bir qarın yeməkdən ötürü bu qədər əsəbləşməyə dəydi mi? Dəyməz. Və bir dəfə, iki dəfə, üç dəfə davamlı refleks eləyəndən sonra başa düşürsən ki, yox, sənin stresli anların olacaq. Həmən anlarda özünü idarə edə bilməyin lazımdır. Bizim problemimiz nədədir? Ətrafımızda bu cür emosional zəkalı insanlar olmayanda bizə iki qat çətin olur. Biz özümüzü gərək biz o qədər dəmirdən olaq, o qədər möhkəm olaq ki, o vəziyyətlərdə özümüzü idarə edə bilək. Əks halda insan özünü tez itirə bilir. Məsələn, biz çalışırıq, özümüzü hansısa bir formada toparlayırıq, amma sonra stresli məqamlarda özümüzü tənzimləməyə bilirik. Və övladımızla ünsiyyətdəki problemlərdən biri də işdəki stresi gətirməkdir. Yəni, işdəki stres işdə qalması lazımdır. İşdə çox şey ola bilər, çox əsəbləşə də bilərsiniz, gərgin də ola bilərsiniz, hər şey ola bilər. Amma bir evə girməmişdən öncə bir nəfəs almaq, biraz dərindən nəfəs almaq, özünüzü bir anlamaq ki, tamam, mən əsəbiyəm hazırda. Və bu əsəbimin günahkarı mənim övladım deyil. Mən gedib əsəbimi onun üstünə tökməli deyiləm. Çünki şagird davranışının
davranış pozuntularının altına yatan səbəblərdən biri də ailədən qaynaqlanır. Və böyük əksəriyyət ailədən qaynaqlanır. Və ailədə valideyn özünü idarə edə bilmir və uşağına yüklənirsə, o zaman o uşaq da gəlir məktəbdə digər uşaqlara yüklənir. O davranış pozuntusunu məktəbə daşıyır və oluruq nə? Deyingən. Hamı deyiniz. Valideyn müəllimi günahlandırır, müəllim valideyni, o direktoru, direktor uşağı. Hamı bir-birini. Bir nəfər demir ki, okey, məndə günah var. Mən müəllim olaraq filan şeyi səhv edirəm. Mən valideyn olaraq filan şeyi səhv edirəm. Bunu çoxumuz demək olar, heç kəs demir. Və işdəki stresliyə deyir ki, niyə bu qədər səs-küy salırsan, niyə başımı xarab edirsən, niyə filan, başlayırıq acılamağa. Və o stresli, negativ enerji də belədir də, ötürdüyü başqasına rahatlaşırıq, o başqası həmən negativ enerji ilə oynayır, o da gedir başqasını ötürür. Bunu heç kəs həzm eləyib, belə deyək, şey eləyə bilmir, həll eləyə bilmir. İlla da kimsə kiməsə ötürəcək. Sonra, valideyn olaraq bizim uşaq vaxtı ala bilmədiyimiz bəzi dəstəklər var. Məsələn, uşaq vaxtı biz, məsələn, uşağı gedirik evə, ev tapşırığını eləməkdə çətinlik çəkir. Valideynə deyir ki, mənə kömək elə. Biz deyirik ki, mənim vaxtımda mən özüm bunları tək edirdim. Biz dəstək ala bilməmişik evdən. O ala bilmədiyimiz dəstək, ala bilmirik deyək, necə kömək edəcəyimizi bilmirik. Tamam mı? Kömək necəsini bilmədiyimizə görə deyirik ki, sən ged özün elə də, elə mən sənin yaşında özüm edirdim. Tamam, siz indi özünüz elə yaşamısınız deyə özümüzdən sonra gələnlərə onları mı yaşatmaq lazımdır? Yəni, biz dəstək görməyə bilərik, amma o anlama gəlmir də biz övladımıza dəstək verməyək. Tamam, ola bilsin ki, siz ona dəstək verməklə bağlı hansısa bir savadınız, hansısa məsələn riyaziyyatla bağlı dəstək verə bilmirsiniz. Normaldır mı? Bəli. Nə etməyimiz lazımdır? Həmən anda azlamaq, nə bilim, ona belə aşağılamaq, hansısa bir formada bir quyuya atmaq ki, ged özün elə filan, hansısa bir formada dəstək verə bilərik. Hə, gəl YouTube-dan axtaraq görək bu məsələnin həllini necə eləmək olur. Maşallah, süni intellekt də var. Gəl GPT-dən axtaraq görək ki, biz bu problemi necə həll eləyə bilərik. Amma uşağı çevirməmək gərəkir. Əks halda, uşaqlar bəlli bir yaşa qədər valideyndən asılıdırlar. Məsələn, 3 yaşında, 4 yaşında uşağı deyək ki, valideyn vursa da, uşaq ağlaya-ağlaya yenə valideynin üstünə qaçır. Niyə? Çünki gedəcək bir yeri yox. Tamam, hara gedəcək? Yenə hərəni fırlanıb valideynin üstünə gəlir. Ta ki, yetkinlik yaşına çatanda bütün o yaşadığı travmalar ortaya çıxır. Deyir ki, mən müstəqil adamam, başlayır artıq yeniyetməliyin verdiyim müəyyən şeylər və valideynlə cikilləşməyə. Mən belə deyirəm, mən belə, mən belə, mən belə. Dolayısıyla övladlarımıza çoxlu travmalar yaşadı. Niyə? Çünki biz cəmiyyət olaraq biraz travmalarımız çoxdur. Xüsusən də, məsələn, 90-larda bir çox səbəblərdən olub və bir çox səbəblər var idi 90-larda. Ümumiyyətlə, məsələn, məktəbdə emosionallıqla bağlı heç bir şey öyrədilmir uşaqlara. Yəni, siz özünüz şagird olanda biz emosionallıqla bağlı heç bir şey öyrənməmişik. Öz emosiyalarımızı necə idarə edək, özümüzü tanıyaq və s. Və yaxud da ki, universitet oxumuşuq. Universitetdə bizə emosionallıqla bağlı emosiyaların... Çünki insan 3 şeydən ibarətdir. Bir, fiziki quruluşundan. Hamımız fiziki quruluşumuza qayğı göstəririk. Tamam mı? Bəzənirik, toya gedəndə 1-3 gündən bəzənirik, qohum toydu səhərlər, paltar almaq filan, nə bilim. Hələ bu aralar bu plastik əməliyyatlar, zatlar geniş yayılır. Xarici görünüşümüzdə çox yaxşı 2 insan ibarətdir zehnindən, idrakından, düşüncəsindən, bir də ruhundan. Biz görünüşümüzə qayğı göstəririk. İdrakımıza lazım olandan olana qayğı göstəririk. Hisslərimizə isə heç qayğı göstərmirik. Oturaq ondan düşünək, özümüzün o hisslərimiz, emosiyalar, əsəblik, gərginlik, məyusluq, nə bilim o sevincli ortam, xoş hiss elədiyimiz anlar və s. və s. Bunlarla bağlı oturaq düşünək eləmirik.
ətrafdan da buna dəstək verilmir. Ki, məsələn, biz ətrafda görək ki, bizim kimi düşünən bir neçə insan var, oturaq onlarla bir hasbihal eləyək türklər demiş. Bəzən bu olmur. Bəzən də bir çox hallarda bu yox. Və insan dolayısıyla oturub durduğu insanların ruhundan da qidalanır. Onların emosiyaları bizə də təsir edir. Ona görə biz mümkün mərtəbə, mümkün qədər özümüzü o qədər tənzimləməliyik ki, hisslərimizi başa düşmək və onu mümkün ortamlarda doğru idarə etməyimiz lazımdır ki, insanlarla ünsiyyətimizdə o problem yaşanmasın. Belə, sonra gəldik başqa bir dərdimiz, sosial qorxumuz. Başqaları nə deyər? Tamam. Bu bizim ən böyük dərdlərimizdən biridir. Başqalarına görə yaşamaq. Məsələn, övladınız, məsələn, çox uşaq ibtidai sinifdə uşaqların övladına hazırlığa niyə qoyur? Yəni, başqaları deyə onu edir, deyə biz də edirik. Bu dəqiqə ibtidai hazırlığa gedir. Hazırlığa getmək olar. Hazırlığa getməkdə bir qəbahət yoxdur. Uşağın geriləməsi olar. Əlavə müəllim yanına gedər, onu düzəltmək üçün. Disleksiyası olar, hansısa bir öyrənmə çətinliyi olar, hazırlığa gedə bilər. Burada bir qəbahət yox. Amma bizim övladımız filankəs övladını hazırlığa qoyur. Mən qaldım. Filankəs belə edir, mən qaldım. Yanaşması bizi başqalarına görə yaşamağa məcbur edir ki, bu sosial qorxu deyək, sosial amil deyək, başqalarının nə düşünəcəyi düşüncəsi bizim övladımızla münasibətimizə ciddi şəkildə təsir edir. Bəlkə də övladımızdan çox yaxşı pianino çalan olar, bəlkə də yaxşı şahmat, deyək ki, şahmatçı olar və yaxud da başqa bir formada yaxşı əl qabiliyyəti olar. Amma biz filankəs gedir deyə, mənim baldızımın uşağı filan yerə gedir deyə mən qaldı. O şeir deyir, əzbər birinci sinifdə 5 dənə şeir bilir bizim uşaq. Yəni, tamam, bəzən çox bilirsiniz, məktəbdə də belədir, evdə də valideyn də belədir. Hər kəsi düşünürük. Kimdən başqa? Övladımızdan başqa. Tamam. Hər kəsi düşünürük ondan başqa. Ay filan kəs nə deyər, ay qohum nə deyər, ay qardaş nə deyər, ay müəllim nə deyər, ay filan şey olar. Özümüz, yəni övladımızdan başqa hər şeyi düşünürük. Amma biz mərkəzə öz övladımızı qoysaq ki, əsas mənim övladıma yaxşı olsun. Hətta bu, məsələn, abituriyentlər gəlir olur, deyək ki, uşaq gəlir 10-da 11-də oxuyur, abituriyent imtahan verəcək universitetə, heç illərlə zəng eləməyən qohum zəng vurur ki, uşaq neçə bal topladı? Sənə nə neçə bal topladı? Sənə nə? Sənə nə? Bu uşaq az getdi müəllim yanına, tox getdi. Sənin xəbərin oldu, bu pulu hardan verildi, bunun vəziyyəti necə oldu? Heç o dərdli vaxtımızda heç kəs yaxın durmur. Amma deyək ki, imtahan niyə? Çünki cəmiyyət olaraq daha çox hamı bir-birinə baxır. Bizim problemimiz, biz kənara baxırıq. Hər kəs özünə yönəlməsi, özünə baxması gərəkir. Biz özümüzə baxmayanda o zaman problem yaşayırıq. Həyatımız da məhv olur. İstirahətə də başqasına görə gedirik. Toyda cehiz veriləcək, cehizi də başqasına görə veririk. İşdə başqa, hər şey başqasına görə və biz özümüz öz həyatımızı yaşamırıq, öz həyatımızı başqasına görə dizayn edirik. Və bizim yetişdirdiyimiz övladlarımız nə qədər aydın düşünən gələcək valideyn olacaq, o da elə bizim kimi olacaq. Dolayısıyla biz nəyin məhsulu yoxsa, övladımız da eyni şeyin məhsulu olmaq məcburiyyətində deyil. Biz onları fərqli yetişdirə bilərikmi? Əlbəttə, yetişdirməliyik də. Ən azından özümüzdən sonra doğru miras qoymaq üçün, valideynlik mirası qoymaq üçün övladımızı onları yaşatmamalıyıq. Sonra, uşağın seçimlərinə biz bəzən dözümsüz yanaşırıq. Məsələn, uşaq vaxtı mənim pencəyim həmişə bu qədər qolumdan uzun olur. Tamam. Yəni ki, çox adam burada eyni şeyi yaşayıb. Gələn ildə geyinər. Necə? Yəni. Köhnəlirdi və biz onun dadını çıxardıb, yəni
Hə. Yəni bu biz uşağın paltar mənə alınırsa, birincisi mənim xoşuma gəlməlidir də. Mən bunu belə istəyirəm. Valideyn yox, deyir ki, sən bunu alacaqsan. Bunu alacaq. Biz uşaqların seçiminə dözümsüzlük etdikcə, doğru qəbul etmədikcə, o uşaq elə başa düşür ki, elə valideynlik, yəni böyüyəndə deyir ki, mənə düzgün davranış budur kimi qalır, əgər özümüzü maarifləndirmiriksə. Və nəticədə o da övladına eyni şeyi yaşadır və biz nəsillərin ənənəsinin əziyyətini çəkmiş oluruq. Olmazmı ki, uşaqdan soruşaq ki, bax, mən sənə 2 cür şey ala bilərəm, seçimdə səndədir. Deyir ki, bu seçimlər daxilində hansını istəyirsən, seç. O uşaq da geyinəndə o paltarı bir zövq alsın, bir həyatdan bir xoşbəxt bir təəssüratlar olsun. Tamam. Bu sizin övladınızın özünü doğru hiss etməsinə, düzgün hiss etməsinə və onun məktəbdə şagird yoldaşları ilə, müəllimi ilə, ümumiyyətlə məktəbdə və küçədə hər yerdə doğru, düzgün, yəni normal şəraitdə, normal formada aparmasına gətirib çıxaracaq. Amma biz uşağa travma yaşadanda o uşaq gedir, o travmanı ötürür, özündə saxlamır da o negativi. Hansısa bir formada başqasını ötürür. Və deyək ki, gedir kimsə sinif yoldaşının paxıllığını çəkir. Kimsə o yaxşı geyinir, keçinir, siz də təzə almısınız, amma bunun ürəyincə deyil. Gözü qalır başqasında. Bizim gözümüz başqasında qalırsa, o zaman biz uşağımıza aldığımız o ayaqqabının, o pencəyin o uşağa dəyəri yoxdur. Yəni, bir əşya alırsan, amma bu əşya sənin üçün dəyərli deyil. Sən bunu qorumursan, əzizləmirsən. Niyə? Çünki sənin ürəyincə deyil. Və gedir o həsədə gətirir də, o başqasına, sinif yoldaşına həsəd aparır, falan şey eləyir. Ona görə biz uşaqların seçiminə mütləq şəkildə dözümlü yanaşmağımız lazımdır. Sonra, məsələn, qorxularımızı uşaqlara yükləyirik. Qorxularımız. Məsələn, ömür boyu məni velosiped sürməyə qoymayıblar. Mən 38 yaşında öyrənmişəm velosiped sürməyi. Ciddi deyirəm. Hə, yıxılarsan, əzilərsən, o aşırı müdafiə, hə, üzmə boğularsan, ay nə bilim, qaçma, yıxılarsan, valideyn olaraq biz hansısa bir travma alırıq, bir qorxu yaşayırıq, o qorxunu övladımıza ötürürük. Hə, nə bilim, şortik geyinmə üşüyərsən. Tamam, özü nə vaxtsa üşüyüb, şortikdə, eyni şeyi uşağa ötürür. Tamam mı? Yəni, deyək ki, hansısa bir qorxularımız var, o qorxuları uşaqlara yüklüyük. Olmaz. Bunu doğru başa düşməyimiz lazım. Qorxularımızı bilməliyik, hisslərimizi bilməliyik. Bax, mənim başıma bu gəlibsə, adam var gecə işığı söndürmədən yata bilmir. Belə bir xəstəlik də var. Yəni, işıq yanılı qalmalı. Yəni, biz qorxularımızla üzləşib, onu aşmasaq, bunu bilməsək və ayırt eləməsək ki, mənim qorxumun mənim övladıma bir aidiyyəti yoxdur. Mən velosipeddən yıxılmışamsa, o demək deyil ki, mənim övladım da velosipeddən yıxılacaq. Və mən öz qorxularıma görə övladımın, deyək ki, davranışına, həyatına təsir edə bilmərəm. Bu doğru yanaşma deyil. Dolayısıyla, buyurun. Mən əslində düşünürəm ki, məsələn, sizin o dediyiniz qorxular və yaxud da o yaşananlar bizim dövrümüzdə daha çox oldu ki, valideynlər. Əksinə, özləri o çətinliyi yaşayırlar deyə, övladlarına onları yaşatmaq istəmir. Məsələn, bir valideyn kimi mənim problemim nədədir? Dediyiniz kimi, məsələn, mənim o dövrü hansı ki, çətinliyidir və s. 5 övlad, geyin falan çətinliyimiz oldu. O şeyləri övladımıza yaşatmamaq üçün, heç o deyim ki, elə də böyük imkanımız var idi, yəni valideyn olaraq yox. Amma çalışırıq ki, övladımız daha yaxşı geyinsin, daha yaxşı istədiyi hər bir şeyi və s. Mən düşünürəm ki, bizim problemimiz odur. Biz tərbiyə necə vermək lazım, onu bilmirik. Məsələn, mən övladıma ayaqqabı alırdım. Bir həftə keçirdi, cırıb gəlirdi. Çünki ondan, necə deyim, düşünür ki, alacaq da valideyn. Amma fikirləşmir ki, valideyn onu necə alacaq. Yəni, baxın, məsələn, mən bir övlad ana kimi çətinliyim orada. Övladlarımın bir 16, bir 15 yaş var. Qızımla problemimiz yoxdur, yeniyetməlik dönəmindədirlər, qaydasındadır.
Amma onunla çox ciddi ziddiyyətlər yaşayırıq. Çünki dediyimiz o didişmə məsələsindəyik. Mən düşünürəm ki, mən harada səhv eləmişəm, eynisini. Biz harada səhv edirsiniz? Çünki biz düzgün tərbiyə verə bilmədik, hər şeyin aşırısını elədik. Kim bu görsün, bu görsün, amma o da onda laqeydlik yaratdı. Bax, analar harada səhv edir? Bir sözü uşağa çox deməklə. Məsələn, görür ki, uşaq yuxudan durub, divanda oturub, ayaq yalındır. Planşetdə oynayır. Deyir, ayaqla corab giyin. Keçdi, getdi. Fırlandı, gəldi, gördü ki, hələ geyməyib. Dedim, ax, ayaqla corab giyin. 50 dəfə deyir. Niyə? Çünki eşitmir. Ay sən. Geyinsin, sorğu olacaq. Baxın, sizin istəklərinizlə real vəziyyət arasında ciddi bir boşluq var. Biz bir şeyi aşırı dediyimiz təqdirdə bizim sözümüzün qüdrəti itir. Bir dəfə deyin, geymədisə, gəlin durun yanında, planşeti sakitcə alın, deyin, corabını geyin. O, nəinki siz 50 dəfə deyirsiniz corabını geyin, siz onun gözündə ucuzlaşırsınız, sözünüz ucuzlaşır. Nəticədə nə olur? Bir dəfə, iki dəfə, üç dəfə bir corab hadisəsi, bir yer yığma hadisəsi, bir başqa hadisə. Nəticədə siz səsinizi qaldırmaq məcburiyyətindəsiniz. Qışqıranda eləyir. Bir müddət sonra o qədər qışqırırıq ki, qışqırığa qarşı immunitet yaranır onda. Gərək siz onda döyəsiniz. Döymək də bir müddət sonra artıq ata ilə qorxuzursunuz. Atana deyəcəm axşam, qoy gəlsin, mən sənlə bilirəm necə danışacağım. Ata da bir dəfə, iki dəfə, üç dəfə artıq olur uşaq, hər tərəfli immunitet qazanır, qarşılıqlı pərdə, hörmət və s. olmur və biz deyirik ki, yola gedə bilmirik. Uşaqların davranış pozuntusunun ilk səbəblərindən biri bizik. Baxın, siz bəlkə də bu prosesdə övladınızı günahlandırırsınız özlüyünüzdə. Yox, həmişə özümü günahlandırmışam. Çünki dediyim kimi, dedik travmalar və travmaların əks olaraq ona başqa cür yanaşmır və yanaşdığım o tərbiyədə verdiyim boşluğu və bu ifadə edildi. Türkiyədə belədir. Mən heç onu bilmirdim, Türklərdə də bir şey var. Mən həm də özüm müəlliməm. Düşünürdüm ki, Azərbaycanda da elə bir məktəb yaradılsa, mən 20 yaşında ana olmuşam deyə. Yəni, heç o dediyimiz kör tərbiyə şəkildə, çünki mahiyyətini başa düşmürdük və bizə onu heç kəs izah eləməyib. Və mən övladım olanda ilk belə baxmıyorum ki, mən yəni bu uşaqla necə edəcəm? Oturdum ağladım ki, Allahım, yəni bu uşağı bilməyəndə mən bunu necə məşğul olacam ki, tərbiyəsində boşluq olmasın və yaxud da başqa bir şey. Və bilməyərək elədiyim o səhvlər, bugün məsələn, şükür qızımda elə bir problemi tanıdığımla, yəni düşünürəm o da zamanla bəlkə düzələcək, amma hələ ki ziddiyyətlidir. Bunun həlli yolu var. Bunun həlli yolu biraz belə deyək də çox uzundur. Belə bu dediyiniz məsələ aşağı yuxarı hər kəsin ailəsində var. Sadəcə bunun həlli yolunda sizin öhdənizə düşür ki, siz böyük şəkildə bir səbir göstərəsiniz. Yəni deyək ki, məsələn, bəzən sizi pik həddə çatdıracaq, amma siz səbirli davranmalısınız. Yəni qarşı tərəfdən artıq övladınızla itmiş etimadı düzəltməsəz, etimad məsələsidir. O etimadı düzəltməsəz, o zaman siz o problemi həll etməkdə acizlik çəkəcəksiniz. Ta ki, hansısa bir travma yaşana qədər. Məsələn, travma ola bilər ki, məsələn, siz bir, misal üçün deyirəm, soyuqlayasınız, xəstələnərsiniz, deyin də Allah uzaq eləsin, övladınız sizin qədrinizi anında başa düşməyə, o hallar yaşansa, yoxsa əks halda siz böyük bir səbirlə qarşılıqlı etimadı və güvəni möhkəmləndirməlisiniz ki, artıq sizin sözünüzün qüdrəti olsun. Bu söz çox önəmli bir şeydir. Biz sözü sağa-sola xərclədikcə sözümüzün qüdrəti itir. Ona görə mümkün qədər uşaqlarla az danışmaq lazım. Davranışın idarə olunmasına bağlı dərslərimiz olacaq. Orada məsələn valideynin aşırı qayğı keçdiyi problem yaradır. Dediyiniz kimi, məsələn, biz yeməmişik, yedizdirməyə çalışırıq. Geyməmişik, geydirməyə çalışırıq. Bu problem yaradır. Biz dozasını artıq eləyəndə artıq çox ərkəsöyün və yaxud da nizam-intizamsız, sözə qulaq asmayan bir fərd yetişdirmiş oluruq. Disiplin ayrı şeydir, biz bunları qarışdırmamalıyıq. Sizin bugün çox yaxşı imkanınız ola bilər, uşağa gününə 100 manat pul verə bilərsiniz. Amma düşünməyimiz lazımdır ki, bu məqsədsiz, hədəfsiz olunan şeylər nəticədə uşağın
Məsələn, bəzən olur xaricdə belə xəbər eleşdirir ki, kimsə milyarder ölüb, vəsiyyət övladına biraz mülk vəsiyyət edib, qalan hamısını xeyriyyə fonduna. Biz bunu dəli hesab edirik. Deyirik ki, bunun baş xarabdır, bu niyə belə davranır? Amma adamın həyatda öyrəndiyi bir şey var. Yəni, insan həyatda özünü həqiqətən tapa bilib, yerini tapa biləcəksə, o yaşaya biləcək. Bunu tərbiyə eləməyə çalışır övladına və övlad da bunu çox normal qarşılayır ki, okey də atam işləyib bu qədər pul qazanıbsa, demək ki, məsələ hədəf, məqsəd, buna uyğun çalışmaq, özünü buna görə idarə eləmək və s. Digər bir məsələ bizim mükəmməllik tələbimizdir. Perfeksionizmdir. Yəni biz istəyirik ki, hər şey dörd-dörtlük olsun. Nə bilim, toy eləyirik A-dan Z-yə, deyirik ki, orada nə bilim, müğənnilər, söz vermələr, cehizlər, hər bir xırda detal, nüansa diqqət. Yorulur adam. Adam var, deyir ki, nə bilim, evim olsun, maşınım olsun, evlənim, o olsun, evlənim, bu olsun. Gəlir çatır 40-a, ondan sonra da hər şey var, qız axtarır evlənməyə. Yəni, tamam da sual çıxır. Getdi ya, yəni, həyat getdi, yəni, yarıdan çoxu getdi. Yəni, nəzərə alsaq ki, 80 yaşamırıq adətən, yarıdan çoxu gedir, hələ bu evlənmir. Yəni, dolayısıyla mükəmməllik çox pis bir şeydir. Yəni, biz yəni hər şey yerində olsun, hər şey yaxşı olsun və bunu uşağa yüklüyürük. Deyir ki, uşağın, nə bilim, hamısı KSG-lərdən sən niyə 4 almısan? Belə valideynlər tanıyıram, uşağına yüklənir, bir dənə KSG-dən 4 alsa, uşağın az qalır gözünü çıxartır. Tamam da, yəni, nə KSG-dən 4 al, dünya mı dağıldı? Aldı 4. Uşağın KSG-dən 4 alması, 5 ala bilib də 4 alması heç bir problem deyil. O məsul, baxın, siz ondan o 5-i tələb edirsiniz deyə o məsuliyyətsizlik. O bəlkə də biz keçəcəyik. Davranışla bağlı, davranışın altına yatan səbəblər var. Məsələn, o dediyiniz negativ davranışı. Dedim də serial kimidir də, yəni. Elə şeylər var ki, biz prosesin sonunda görəcəyik ki, ay aman, bizim doğru addımımız yox imiş ki. Bizdə daşlar o qədər tərsinə oturub ki, biz əyri daşın üstündə düz qalmaq istəyirik. Mümkün deyil. Biz o daşları düzəltməliyik burada. Ondan sonra həyatımız, o ingilislər sumus deyir də, çox belə rahat, rəvan kimi ola bilər. Qayğılarımız yenə olacaq, problem olacaq. Amma ən azı belə problemimiz olmayacaq. Məsələn, bir gün səsinizi yazın evdə. Gərgin olanda səsinizi yazın. Sonra özünüzə qulaq asın. İfadələrdə o qədər səhvlər görəcəksiniz ki. Bəlkə də siz əsəbləşirsiniz, uşağa o qədər yüklənirsiniz ki, amma özünüzdə günah görmürsünüz. Günah dediyim, yəni özünüzdə problem görmürsünüz. Bu Türkan xanım deyil, belki İlkin müəllimdir, falan kəsdir, fərq eləmir də. O qədər səhv sözlər istifadə edirik ki, o uşaq bundan təsirlənir, nəticədə o davranışında öz əksini tapır. Dolayısıyla həmən anda biz əsəbləşib ona 5 aldıra biləcəksə, 5 deyək, qoyduq kənara. Edə biləcəyini ən yaxşı eləsin. Tamam mı? Biz uşağı davamlı olaraq stresdə saxlamaq, bu uşaqda mükəmməllik, bayaq dediyimiz məsələ. Siz deyirsiniz ki, məsələn, hər şey yaxşı, əla olsun. Bu, uşaqda problem yaradır. Məsələn, siz bir dəfə dərsdən kənar, məsələn, yayda tapşırıq eləməyin də uşaqlarla, buraxın geçsinlər, qoyun bərbər yanında, nə bilim, tanış qohum bərbər olsun, onun yanında müşahidə eləsin. Ən az oradakı insanları görüb, insanlarla bağlı həyatı bacarığı yönəlində çıxardın bu x kvadratı plus falan. Həyat o deyil. Bizim təhsilimizdə məzmunla bağlı ciddi sıxıntımız var. Mən də o tərəfə getmək istəmirəm, bu təhsillə bağlı bir şeydir. Zaten öyrətdiyimiz məsələlərin çoxsu da adam, uşaq nə qədər Namazov işləyir. Tamam. Kitabın tərcüməsi də özünüz görürsünüz. İndi səhvdir, düzdür, o bizim işimiz deyil. Amma məsələn, Namazov deyil, başqa bir şeydir. Bir uşaq nə qədər dərslə bağlı bir şeydir və bunun həyatın, yəni demək istədiyim bizim siniflərdə də problemimiz var. Və bu məsələdə valideyn necə eləməsi lazımdır? Uşağı ilə mümkün qədər təmkinli davranmaq, Həmən siz, əsl imtahandır da sizin üçün. Əsəbləşmisiniz, bu günümüzün mövzusu. Əsəbləşmisiniz, uşaq 4 alıb KSG-dən və yaxud da sonra 3 alıb. O, sizin üçün 4-ə belə reaksiya göstərsə, 3 faciədir sizin üçün. 3, ümumiyyətlə, ağlınıza gəlmir. Necə 3 ala bilər bu? Heç uşağın özünün ağlına gəlmir, ha? Deyək ki, belə bir halı yaşadınız.
həmin anda necə reaksiya verməlisiniz? Mümkün qədər sakit, təmkinli, həmən vaxt əsəbləşmək istəyəcəksiniz. Özünüz özünə deyirsiniz ki, tamam, bu dəqiqə mənim əsəbləşməyim onun 3-ünü 5 eləmir. Bu dəqiqə əsəbləşsəm, an etibarından əsəbləşsəm, onun 3-ü orada çevrilib 5 olmur. Bunun həll yolu o deyil. Gəlib oturaq, deyək ki, müzakirə eləyək. Hə, tamam, biz nələri səhv eləmişik? Orada da başqa senari çıxır da. Məsələn, deyək ki, mən uşaq vaxtı, xəttim yaxşı deyil. Yəni, bildiyiniz çox pis formada yazırım. Uşaq vaxtı, məsələn, birdə oxuyurdum da, məsələn, dəftərə xanalar, riyaziyyat xanasında o rəqəmləri yazırdıq filan. O xəttdən çıxan kimi dəftərlərimizi də asırdılar divardan. Hamının dəftəri belə, qulpundan belə asırdılar. Kimsə yoxlama gələndə bir vərəqləsin onu. Birdən gələrlər, vərəqləyərlər, görə, Həsənov İlkinin dəftəri yaxşı deyil, səliqəsizdir. Buna görə məni evdə o qədər döyüblər ki. Ciddi deyirəm. Sizdə var elə bir şey, yada düşür deyəsən, yada düşər, tamam. Sual çıxır da, mən o biri çərçivədən kənar çıxdığıma görə niyə döyülməliyəm? Yox. Düzəlmədi. Mən müəllimlərə dərs keçmirəm. Keçmirəm dərs. Alimin xətti deyil, heç pis gündəydi. Hansı yadından çıxıb kimdirsə. Yəni o dünyada icadlar etmişdi. Yəni də bu göstərici deyil də. Mən təcrübəmdə bəlkə bir 10 minə yaxın adama təlim keçmişəm. 10 min müəllimə təlim keçmişəm. Xəttin pis olmağın bura nə aidiyyəti var? Hə, sizə dərs keçməmişəm mən. Tamam da. Yəni valideyn olaraq çox şeyi müəllim gözü ilə baxmayın. Müəllim gözü ilə baxsaz bu söhbət gedəcək pedaqoji məsələlərə ki, orada baxacaq ki, biz müəllim kimi harda səhv eləyirik. Çox ciddi səhvlərimiz var. Bu ayrı bir şey. Amma valideyn olaraq öz övladlarımızla necə davranmalıyıq ki, birinci bunun üçün özümüzü tapmağımız lazımdır. Özümüzə gəlməyimiz lazımdır. Özümüzü bilməyimiz lazımdır. Mən hansı halda stresdə oluram, hansı halda dediyim sözlər, deyək ki, acı söz deyirəm, hansı halda deyək ki, çox belə üzücü oluram, qırıcı oluram, hansı halda özümüzü tanımadan, yenə dərdimiz nədir? Övladımızı idarə edək, müəllimi idarə edək. Buraxsan bütün dünyanı idarə. Amma bir özümüzə baxmağımız lazımdır. Bizim çatanımız çatmayan. Məsələn, bir anlıq hər kəs düşünsün. Öz çatan və çatmayanlarınızı düşünək. Bir dəqiqəlik fasilə düşünək. Özümüz haqqında düşünək. Bizim müsbət və mənfi keyfiyyətlərimiz, çatanımız, çatmayanımız, səhvlərimiz, doğrularımız. Hansı hallar bizə necə təsir edir? Evdə uşaqlarla istifadə etdiyimiz sözlər, nə bilim, ailə daxili məsələlər, çatanımız, çatmayanımız. Desəm ki, vərəq versən, desəm yazın. Birinci yazacaqsa çatmayanlarınız nə qədər istəyirsiniz. Çatanlar bir çox hallarda yazar, tapamırsınız bir şey yazmağa. Niyə? Çünki o qədər məsələlərə negativ gözdən baxmışıq ki, İşte biz, bu qəbahət deyil də, məsələn, biz sadəcə özümüzü tanımaqdır ki, mən ancaq özümdə çatışmayanları görürəmsə, demək ki, mən ancaq ilə çatışmayanlara fokuslanmışam. Demək ki, bunu düzəltməyim lazım. Məsələn, uşaq 10 fəndən 9-undan 5 alır, biz 4 alırsa, 5'lər qalır kənarda, biz 4'lərə fokuslanır, biz 4'ə fokuslanır. İşte biz əlimizdə var olana yox, olmayana fokuslanır. İşte sıxıntımız orada. Biz öz baxış açımızı, baxış bucağımızı dəyişməsək, məsələlərə baxışımızı dəyişməsək, ətrafımızda heç kəsi dəyişə bilmərik. Digər bir məsələ, müəllim olaraq valideynlə danışan deyildi. Siz pozitiv yanaşın, uşağın üstünə getməyin. Özümüz
Amma həqiqətdir də bu. Yəni Hə. amma öz övladımıza gələndə mən olaraq bu evdə biz qətiyyən valideyn Qəddar oluruq. tövsiyəni özümüzdə Hələ müəllimliyin verdiyi bir qaz var da, məsələn ki, müəllim uşağı, sən filan kəsin uşağı. Aləm deyir bir-birinə. Günay xan, buyurun, sizin sözünüz. Sizin bugünkü mövzunuz bu emosional zeka ilə bağlı da bunun müzakirəsini yedik. Məndə uşaq tərbiyəsi ilə bağlı fikir deyəndə ilk ağlıma gəlir, yəni fransız yazıçısının sözü var. Deyir ki, öz uşağım olmamışdan qabaq deyir, uşaq tərbiyəsi haqqında 6 fikrim var idi. Öz uşağım olduqdan sonra heç bir fikrim qalmadı. Yəni uşaq, biz adi bura gəldik siniflara. Biz burada nəyə qarşılaşacaq bilirdik təxmini bizim valideynlərlə bir söhbət olacaq, müəyyən maarifləndirmə olacaq. Kiminlə sual verəcəyini bilmirdik. Bundan sonra kiminlə verəcəyini də bilmirdik. Uşaq da elə bir şeydir ki, sən özünü bilmədən, üstəlik də yəni hələ özünü bilmirsənsə, başqa bir yəni ki, canlı ilə qarşılaşırsan, özün haqqında mən belə şeyləri görməmişəm, öz uşağıma belə şeylər deyəcəm deyirsən, nə almısansa, öz uşağına başlayırsan, tədricən onu verməyə. Yəni burada emosional zekada anaların və ya valideynlər klubudur, əsasən analar nəzərə alınır. Uşağın siz keçindirdiyi, yəni sinifdə bir baxdım şeydə, anaların yəni tərbiyəsində. Həqiqətən də ananın emosional zekası uşağa keçir. Burada önəmli məsələ, Günay xanım, dediyiniz çox belə dəyərli fikirlər bildirir, sağ olun. Burada, məsələn, emosional zəkalıqda belə bir şey var da, niyə qadınların işi çətindir? Məsələn, emosiyalarla işləmək niyə xanımlar üçün çətindir? Çünki kişi ilə qadının fərqlərindən, təməl fərqlərindən biri, qadın kişiyə nisbətən daha emosionaldır. Yəni, yaradılış olaraq belədir. Sıxıntımız da oradan qaynaqlanır ki, məsələn, kişi hansısa bir məqamda təmkinli davrana bilir, sakit davrana bilir, nə bilim. Amma qadın emosiyalarını üzə verməkdə daha yumşaqdır. Yəni daha tez deyək ki, emosional olur. Bu yaradılışla bağlıdır. Və nəzərə alsaq ki, bizdə də uşaq tərbiyəsi ilə məşğul olan daha çox ana vardır, iki qat çətinləşir. Yəni ana həm qadın olduğuna görə emosionaldır, həm ana olduğuna görə müəyyən qayğılar uşağın məsuliyyəti üzərindədir. Həm ailənin o yükləri, hələ o uşaq, o qaynana, nə bilim, filan yanındadırsa, o ailə genişdirsə bir partiya. Bir partiya indi yoldaş da işdən əsəbləşir gəlirsə, filan, onun da yüklənməsi və özü də işləyirsə, işin stresi, dolayısıyla bu qədər yükü götürəcək şəxs çətindir. Emosional zəkalıq hissləri boğmaq deyil ha. Yəni məsələn deyək ki, biz öz hissimizi boğaq, əsəbləşmək yox. Əsəbləşəcəyik də. Bəzən qəzəb hissi olacaq, bəzən əsəbləşəcəyik, bəzən sevinəcəyik. Bu hamısı olacaq. Amma dozasında. O diri sirkə turşu olsa öz qabını çatdırır. Yəni biz şagirdlərlə özümüzü idarə etmək üçün, doğru şəkildə idarə etmək üçün özümüzü başa düşməyimiz lazımdır. Tamam mı? Və özümüzü tanımağımız lazımdır. Çatanımızla, çatmayanımızla. O demək deyil, biz çatanımızı, çatmayanımızı biləcəyik, çatmayanımızın üstlərində işləyəcəyik və biz olacaq mükəmməl insan. Yeni səhvlərimiz olacaq, yeni çatışmayanlarımız olacaq. Amma biz məsələlərə daha fərqindəlik yaranacaq. Daha məsələlərə doğru baxacaq ki, bir var biz kör-körana qışqır-bağır edirik. Əsəbləşirik, nə edirik, nə alırıq, kör-köran şeydir. Tez idarə etmək istəyirik də. Səbrimiz yoxdur. Tez bazar. Sakit ol, filan şeylər, tez olsun. Tez olmayacaq. Bir insanın idarəsi, düzəlməsi filan illər ala bilir. Ona görə bir, sakitləşməyimiz lazımdır. Tamam. Özümüzü tanımağımız lazımdır və özümüzü mümkün qədər idarə etməyimiz lazımdır. Bugünkü o şeyləri toparlasaq, demək, işdən evə stres aparmırıq. Tamam mı? Nə qədər çöldə əsəbləşsək, hisslənsək, neynəsək, evə stres aparmırıq. Sonra, ala bilmədiyimiz o uşaqlıq travmaları var, onları uşaqlara yaşatmırıq. Öz tarixi keçmişimizlə uşağın bugünkü vəziyyəti arasında bağ qurmuruq. O keçmən yaşadıqlarımı uşaqlara yaşatmaq məcburiyyətində deyil. Tamam mı? Mən pis bir şey görə bilərəm, valideynimdən qayğı görməyə bilərəm,
O demək deyil ki, mən övladıma qayğı göstərməməliyəm, öz başına buraxmalıyım. Sonra, başqalarını beynimizdən müqayisə eləmirik, xalqın uşağı anlayışını beynimizdən çıxardırıq. Hər kəs özəldir, hər bir uşaq özəldir. Bizim işimiz onun potensialını üzə çıxartmaqdır. Başqalarının bizə təsirinin övladımıza münasibətinə, təsir etməsinə, uşağın üstündə niyə qışqırır o abituriyent vaxtı yüksək bal toplamayan, uşağın üstündə niyə qışqırır? Çünki cəmaatın içərisində mən nə deyəcəm ki, övladım filan qədər bal yeyir? Cəmaata görə uşaq qalıb kənarda. Məsələ uşaq deyil. Məsələ başqalarıdır. Seçimlərimizə, uşaqların seçimlərinə hörmət eləyəcəyik. Səhv seçəcək. Qışda daha nazik paltar alacaq. Hörmət eləyirik. Bol geyinir, istəyir, ancaq bol hardadan geyinir. Yəni, buraxın geyinsin. Buraxın seçimlərində özü nə çanta istəyir, necə çanta istəyir. Siz bunu hansısa bir formada limitləşdirmək istəyirsə, sərhədlər daxilində bir azadlıq verin də. Deyək ki, məsələn, marketə gedirik, bəzən o 5-6 yaşlı uşaqlar marketə gedəndə onu da alım, onu da alım. Getməmiş deyirik ki, sənə 2 dənə şey alacam. Özün seçəcəksən, amma 2 dənə alacam. Maksimum 2 dənə. O başlayacaq, özü seçəcək, onu götürəcək, bunu qoyacaq, bunu seçəcək, onu götürəcək. Siz qarışmırsınız. Özü qərar verəcək. Pis bir şey alacaq. Ya başından deyin ki, biz marketə gedirik, sən heç almayacam. Filan şey almağa gedirik, amma sən... Sən heç almayacam. Seçim əgər uşağı verirsə, o uşaq seçirsə və yanlış olduğunu sonra dərk edirsə, sonra onda seçim qorxusu yaranmayacaq. Sonra bunu müzakirə edirik də. Məsələn, nazik paltar aldı özünə. Biz dedik ki, okey, xəstələndi. Biz adətən nə edirik? Ana nə deyirdi? Gördün, sənə demişdim. İllah da qarşı tərəfə bir səhv çıxartma şeyimiz var axı. Demişdim sənə. Ana sevgisi istəmir ki, o onu əziyyəti yaşasın. Biz baxın, buraxmalıyıq ki, o əli yansın. Mən onu eləmişəm. Sağ almaq istədir, ana bunu alın, görən seçimsiz olur. İşte yeni biz orada idarə edirik ki, baxın, biz keçən dəfə aldığımız paltar nazik idi, sənə soyuq oldu. İndi bax gör, nazik alsaq, qalın alsaq daha yaxşı olur. Yeni seç. Yəni seçməkdən qorxur yox. Sadəcə o meyarlar var da, yəni necə bir seçim? Tamam, biz həmişə seçimimizdə doğru olacaq deyə bir şey yoxdur. Onu da aşılaması lazımdır da. Bizim seçimlərimiz həmişə doğru olacaq deyə bir şey yoxdur. Bəzən yanlış seçəcəyik. Bu səhvlər, səhv seçimlər bizi doğruya aparmış olur. Rahat ol. Burax. Tamam, ona görə çox uşağı yüklənməyin. Tamam mı? Yəni biz uşaqları belə istəyirik də, məsələn, analar əsasında istəyir ki, bütün iplər əlində olsun. Ta ölənə qədər. Ona da birdən-birə verməyin də. Bax, aşırı verməyin. Yəni bu dəngəni qorumaq lazımdır. Müəyyən çərçivə daxilində sərbəstlik vermək. Elədiyi hərəkəti refleks eləmək. Elədiyi hərəkəti sonradan müzakirə edirik ki, bax, bu addım atdıq, bu nə qədər doğruydu. Tamam mı? Sonra və qorxularımızı uşaqlara yükləmirik, mükəmməllikdən də qaçırıq. Tamam mı? Növbəti bir həftə ərzində özünüzü müşahidə edin. Bu ev tapşırıq. Növbəti bir həftə ərzində özünüzü müşahidə edin. Görün, uşaqlarla ünsiyyətdə hansı hissləri keçirirsiniz? Özünüzü orada qışqırmaq istəyəcəksiniz. İlki mənim burada söz yadınıza düşəcək. Gedəsiniz orada, axırda çox əsəbləşəndə deyəsiniz, ilki mənim də cəhənnəm olsun. Tamam. Yox da, indi beyin çönəndə adam deyir də. Bu məqamda belə olmazdı. Siz danışandan sonra mən içində artıq o səhnələr hamısı gəldi gözümün qabağına. Dedik ki, o məqamda demək mənim səhvim olub, bu məqamda da mən belə davranmalıydım. İşte bundan sonra özünüzü düzəldin, uşaqlardan rey alacaqsınız. Uşaqlar sizə deyəcək ki, sən nə olub bir həftə? Bir hazırlaşan periyodda dərslərə başlayırdı. Övladım bir dəfə dedi ki, ana sən çox dəyişmirsən. İndi deyirəm belə təlim var, sən get ora. Sizin göstərinizə hətta baxırda doğrudan psixoloji rahatlıq tamam başqa şeydir. Bu adamın altında adi söhbət edirsiniz, sizin canlı bulazıdan sakit o tembriniz, bizim hər birimizin o səs küyünü, qadınlar hamısı, onların sakit yanaşmağınız, o müzakirəniz, o üzr istəyirəm sizdən, oğlum da böyüdü də, gözəl bir etki var, biraz üzr istəyirəm. Dinləyirdi sizi, deyirdi, mən qulaq asıram, mən sakitlik tapıram, amma sən də gedəcəksin, elə yaxşı olacaq. Belə,
Çox sağ olun gəldiyinizə görə. Təşəkkür İnşallah növbəti həftədə biz emosional zəkanı davam eləyəcəyik. Empatiya və münasibətlərin idarə olunması ona fokuslanacaq. Görüşərik. Sağ olun.